Herkese salam. Eders platformasının təsis etdiyi App Security dərslərinin birinci dərsi ilə qarşınızdayım. Proqram təhlükəsizliyi nədir? Proqram təhlükəsizliyini kimlər bərpa eləməlidir? Necə prosesdir deyə sualını başlamaqdan ötürü birinci biz əsas anlayışlardan xəbərimiz olmalıdır. Əgər webdə və yaxud mobildə proqram belə deyim yazırıqsa, düzəldiriksə, xaricilər develop deyil, gəlişdiririksə, paket, protokol, server və client deyə bizim əsas anlayışlarımız var. Paket bizim telefonumuzdan, kompüterimizdən, bizim cihazımızdan çıxan və bizə eyni qaydada geri dönən suallardır, nitqlərdir deyə bilərik. Protokollar bu paketlərin yollanıldığı bizim qaydalardır. Bu qaydalar çərçivəsində göndərilir. Server bizim mərkəzi kompüterdir, hansı ki biz ondan istəklər tələb edirik, səhifələr tələb edirik məsəl üçün. Client isə bizik. Bu əsas anlayışları bilməyimiz niyə önəmlidir? Yəni bunlar normalda kod proqramlama 202-də öyrənməliydik, ancaq burada niyə üstündən keçirik? Çünki bizdə təhlükəni tapdığımız yer bunların ünsiyyəti olacağı üçün, yəni serverlə client arasındakı ünsiyyətdə zəifiyyət tapa bilərik biz. Clientə heç bir input gəlmirsə də, o telefonunda offline olaraq belə deyim, oyun oynayırsa və yaxud telefonda nəsə eləyirsə də biz bunu zəifiyyət olaraq götürə bilmərik. Proqram təhlükəsizliyində, ümumiyyətlə təhlükəsizlikdə input olan yerdə zəifiyyət var deməkdir. Əlaqə necə baş verir? Adətən bizim şəbəkənin ilk dərsində izah elədiyimiz mövzudur. Biz bir paket atırıq, həmin paketə lazımi şəxs cavab verir. O cavabı bizim telefonumuz, qurğumuz, cihazımız bizə prezentasiya eləyir, təqdimatını aparır. Məsəl üçün WhatsApp-dan mesaj atırıq. Bu gedir mərkəzi serverə, oradan gedir göndərmək istədiyimiz şəxsə. Göndərmək istədiyimiz şəxs WhatsApp-a atır, WhatsApp onu yenə bizə atır və biz onu görürük. Bu proses saniyələr içində baş versə də, bu yol mühitində bir çox problemlər yarana bilir. Bəs paket nədir deyə birbaşa incələyəsi olsaq. Developerlər adətən bunun bu doctype-dan aşağısı üçün məlumatı olur. Yəni bununla bağlı düşüncəyə sahib olurlar. Ancaq biz incələmə eləyəndə bütün protokol üstündən, həmin yazdığımız kod hansı protokolda işləyəcəksə, biz o protokol üstündən bütün məlumatları paylaşmaq məcburiyyətindəyik. Buradakı birinci şəkildə serverdə istək bu şəkildə geri cavablanır. Bizim istəyimiz isə buradakı client dediyimiz istəkdir. Mən hal-hazırda get tələbi ilə, get request ilə index.html səhifəsini tələb edirəm və HTTP protokolun 1.1-dir. 1.0 da ola bilər, 2.0 da ola bilər. Bunlar fərqli zəifiyyətlərə yol açsa da bizim əsas məsələ protokolun tipidir. Bu tələbi kimdən istəyirəm? shantamemco.com hostundan istəyirəm, bu serverdən istəyirəm və server bunu görəndən sonra geri bir cavab yollayır. Protokolun başlığını yenə 1.1 ilə 200 cavabını yollayır. Yəni bu istək həqiqətən var. Bu istəyə həqiqətən geri dönüş eləmək olar deyə cavab yollayır, kod bayraq yollayır. Content type, yəni daxilindəki mətn nədir? HTML-dir, HTML sənədidir və HTML sənədinin daxil olaraq da kodu yollayır. Bu prosesə biz paket yollanması deyirik və paket yollanması əgər şəbəkənin üst layerlərində kod yazırsınızsa, məsəl üçün bir web developersinizsə də, siz bunun birinci qismini görürsünüz. Bundan alt qismlərdə də bu paketlər bir neçə dəfə yollanılır. Məsəl üçün bir çox halda tələbələrin qarışdırdığı mövzulardan biridir ki,
HTTP protokolunda UDP yoxsa TCP paketləri yollanır. Bu da tamamilə fərqli bir mövzu olsa da, bizim yəni bu layerə gələnə qədər, HTTP layerinə gələnə qədər alt layerlərdə bir çox sorğu icra olunur. Əsas zəifiyyət çıxan yerlər hardadır? Biz nələri çox incələyə bilirik deyə biləcəyimiz bir çox anlayışlar var. Authentication və yaxud authorization iki böyük mövzunun qısaltması olaraq qeyd olunur. Session, cookie və token. Bunlar istifadəçinin serverlə arasında olan münasibəti təmin edən əlavələrdir. Auth bu prosesin adıdır. Authentication prosesinin adıdır. Özünü doğrulama, özünü adlandırma prosesinin adıdır. Sessiya isə HTTP protokolu üçün açılan bir cookie boşluğudur. Cookie boşluğu. Bura adətən serverdə olan məlumatlar yerləşdirilir ki, sonra serverdə bu məlumatları incələyə bilək. Cookie isə HTTP headerində olan bir hissədir. Token isə serverin istifadəçiyə verdiyi açar deyə biləcəyimiz bir anlayışdır. Bunları niyə birinci anlayışlardan fərqli şəkildə hal-hazırda burada yazmışam? Çünki bunlar əgər düzgün istifadə olunmazsa, zəifiyyətlərlə qarşılaşıla biləcək situasiyaya gəlirik. Inputlar, məsəl üçün, burada nə qədər rol oynasa da, əslində cookie də bir inputdur. Bunları düzgün şəkildə təsis eləməsəz, inputa da ehtiyac yoxdur. Authorization olandan sonra input yerində olmayan bir fieldlə zəifiyyət təşxis eləmək mümkündür. Kiber təhlükəsizlik ümumiyyətlə Azərbaycan Respublikası qanunvericiliyində 271, 72, 73-cü maddələrə əsasən inzibati olaraq cəzası olan bir termindir deyə bilərik. Burada nə etmək olmaz? Yəni bu qaydaların özəti nədir? Məlumatları oğurlamaq, dəyişdirmək, baxmaq, paylaşmaq kimi bir çox başqasının məlumatı üstündə aparılan əməliyyatlara icazə verilmir Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində. Və bu şəkildə olan bütün hərəkətləri biz kiber təhlükəsizlik kimi adlandıra bilərik. Hər hansı bir sistemdə zəifiyyət görüb o zəifiyyətin istismarını eləmək və yaxud o zəifiyyətdən istifadə edib başqa bir məlumatı əldə etməyə çalışmağa biz kiber təhlükə deyə bilərik. Kiber təhlükəsizliyin iki əsas qolunu sizə hal-hazırda təqdim edəcəm. Bu rəsmi olaraq bölünməmiş olsa da, yəni bir çox sahələr var əslində kiber təhlükəsizliyin, ancaq mən mövzuya belə yanaşıram. Proqram təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi. Proqram təhlükəsizliyi odur ki, biz yazdığımız proqramlarda kodların özündə zəifiyyətin olmağı. Məsəl üçün belə deyim. Təsəvvür eləyin ki, WhatsApp-ın özündə zəifiyyət var və WhatsApp-a gələn mesajlar WhatsApp-ın serverləri tərəfindən oğurlana bilir. Şəbəkə təhlükəsizliyi isə bizim bağlantılarda olan problemdir. Məsəl üçün, sizin Wi-Fi bir kiber cinayətkar tərəfindən hacklənirsə, ələ keçirilirsə, sizin artıq WhatsApp və öz telefonunuzda eləyə biləcəyiniz heç bir təhlükəsizlik önləmi qalmır. Yəni sizin bütün mesajlarınız dinlənilir. Bunun üçün də bizim bu bölgü önəmlidir. Yəni bu bölgünü bu formada aparmaq ən azından mənim üçün sizlərə bunu başa salmağım üçün önəmlidir. İzlədiyiniz üçün təşəkkürlər. Dərslərdə bundan sonraki dərsləri dinləməyi, tapşırıqları, testləri həll eləməyi unutmayın. İnşallah gələn görüşlərdə görüşənədək.